Qadın remenli qol saatları isə topdan qiyməti mağazada başlayır 3 manatdan, modelə görə, markaya görə qiymət dəyişir. Dəmirlər 5 manatdan başlayır, dəyişir. Qaşlı model, nə bilim sadə, remenli və s. Burada yəni başdakı markalar 22 manatdan başlayır. Aha. Yuxarı dəyişir. Buradan nələrimiz Rado markasının bəylər üçün və xanımlar üçün, yoxsa ancaq sarı gümüşdür. Hə, qızıla bənzər, yəni qızıl. Salam əzizləyicilər, xoş gördük bizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti saat toplantısının detallı videosunu çəkib hazırlayacağıq ki, bizdən həddən çox müraciətlər gəlirdi. Saat onlayn qrupu olan WhatsApp qrupla işləyən saat toplantısı, bu toplantıcı mağaza bununla bağlı sizə çox yardımcı olacaq. İrəliləyən dəqiqələrdə ümumi olaraq mağaza haqqında, məhsullar haqqında və bəzi nümunə olaraq qiymətlər haqqında məlumat verəcək ki, kimlər ki axtarırdı, əməkdaşlıq etmək istəyirdi, bu toplantıcı mağaza ilə asanlıq və rahatlıqla əməkdaşlıq edə bilək. Mağaza yerləşir Sədrək Ticarət Mərkəzi, sıra 7, mağaza 24. İndi isə keçib ümumi olaraq mağazadan tanış olub, məhsullarla sizləri yaxından tanış edəcək. İndi isə mağazadan girişdən sol tərəfdən başlayaraq sizlərə bir ilk olaraq saatlar haqqında məlumat verəcək. Minimum hansı qiymətdən başlayır, hansı çeşidlər var, onlar haqqında məlumat verəcək. Daha sonra isə sağ tərəfdə girişdən gümüşlər sərgilənib ki, onlar haqqında da qısa bir sonda məlumat verəcək. Kimlər ki, gümüş satışında həyata keçirir, hədiyyəlik və s. onlar da bu toplantıcı mağaza ilə əməkdaşlıq edə bilərlər. İndi isə keçib saatlardan, girişdən başlayaraq qiymətlərlə, modellərlə sizləri tanış edək. Burada gördüyünüz remenli bəylər üçün olan qol saatlarıdır. Buradakılar xanımlar üçün olan. Fərdə xanım bizə qiymətlər və modellərlə bağlı kömək eləyəcək ki, ümumi olaraq sizə məlumat verək. Aşağıda da bunlar da xanımlar üçün olan. firmasının bəli, markalı saatlarıdır. Dəvdə olan, çox satışda olan saatlardır. Saatların da ötən videolarımızda dediyimiz kimi bəzilərində marka tələb olduğuna görə blok edir, ona görə çox yaxından çəkə bilmirik. Amma hansılarını yaxından göstərə biləriksə, bir-ikisini nümunəli şəkildə göstərə bilərik. Ümumi olaraq məlumat verim ki, demək, remenli qol saatları bu mağazada başlayır topdan qiyməti 4 manatdan başlayaraq dəyişir. Qadın remenli qol saatları isə topdan qiyməti mağazada başlayır 3 manatdan, modelə görə, markaya görə qiymət dəyişir. Kimlər ki, saat satışını həyata keçirir, bu mağaza ilə əməkdaşlıq etmək istəyir, qeyd olunan əlaqə nömrələrinə əlaqə saxlaya bilər. Mağazanın qeyd etdiyimiz kimi WhatsApp qrupu da var ki, WhatsApp qrupa qoşularaq da modellərlə tanış ola bilərsiniz, izləyə bilərsiniz və hansı qiymətin maraqlıdırsa, hansı çeşid siz məhsullar satırsınızsa, həmən məhsullarında sifariş eləyə bilirsiniz. Patek Filipində var, belə bu çox xoşuma gəldi. Rose Gold, 4 rəngi var, gümüşü, qızılı ilə olan qara rəng. İndi isə keçək digər irəlidə olan. Burada gəlmişkən demək, həmçinin burada hədiyyəlik qutular da var ki, markasına uyğun qutularımız var. Tissot markasının kutusu var, Diekin'in var, Amerikan'ın var, Chanel markasının var, Seiko'nun var. Həm premium göstərən, nə bilim, üzərində pasportu, kitabçası və s. Həmçinin də sadə qablaşdırmalar da mövcuddur ki, saat satışı edirsinizsə, rahat şəkildə buradan həmən qablaşmalar da əldə edə bilərsiniz müştərilərinizə təklif etmək üçün. Daha sonra isə keçirik növbəti vitrinimizdə hansı məhsullardır. Fərdə xanım, zəhmət olmasa buradan başlayaraq, burada demək, ümumi çeşidlərimiz hansılardır, hansıları göstərək, hansılardan başlayaq. Qiymət olaraq da buradan başlayanlar, minimumlar hansılardır, onu qeyd edək. Minimum başlayır 22 manatdan buradakı markalar, yəni başdakı markalar 22 manatdan başlayır. Aha, yuxarı dəyişir. Dəyişir. Detallı olaraq öyrənmək istəyənlər əlaqə saxlasınlar. Zəhmət olmasa hansı markalar, modellər sizə markalıdır. Burada olan, uzaqdan göstərək, burada olan demək, premium klasslar gedir bunlar yoxsa? Bəli, premium klasslar. Premium klass olan Hublotdur. Mexanika nədir? Mexanikadır, bəli. Marka filan. Markası dəyişkən markalardır orada, yəni. Burada fərqli markaların mexanika saatlarıdır ki, daha yaxşı, daha rahat şəkildə seçimini edə bilərsiniz. Burada da mexanikalardır, düzdür? Bəli, klassik və sport üslubunda olan saatlar. Bunlar da mexanikalardır. Buradan başlayaraq, bunlar da mexanika gedir. Batereyka yanında var və mexanika da var. Mexanika və batereya yanında olan. Və aşağıda gördüyünüz bu vitrinlərdə isə premium klass olan markalardır ki, burada da demək, Hublotlar var. Lidor firmasının və Daha sonra Lidor firmasının. Lidor firmasının burada var. Aşağıda, burada bəyaqlar.
Hublotların fərqli çeşidləri var. Burada da yenə bunlar hansıdır? Onlar da hublotdur. Bunlar da hublotdur. Daha iri həcmli olan sport üslubunda olan hublotlar. Həm klassik, həm də sport üslublu hublotlarımız var. Birini belə göstərim. Sonra bunlar premium klass. Düzdürmü? Bəli. Lidur markasının olan saatı həm klassik, həm də sport gedir. Yəni həm kostyumla geymək olur, həm sport geyimlə geymək olur. İncə, sevən Bəli. bəylər, Sport sevən bəylər, hər iki sport sevən modelə bəylər. Bunlar xanımlar üçün olanda bu kiçiklər düz, yoxsa? Bəy də taxa bilər, xanım da taxa bilər. Lidur markasının 2 il garantiyası var ki, arxayınlıqla alıb istifadə edə bilərsiniz. Markanın da öz çantası, qutusu, pasportu var. Deməli, Lidur markasının, yalnız bu markanın, demək, saat alışı edərkən həm topdan, həm pərakəndə fərqi yoxdur. Baxın, üzərində qablaşması ilə bir yerdə yəni satış olunur. Həmçinin də hədiyyəlik çantası qarşıdan 14 fevral gəlir. Kimlər ki, hədiyyəlik həm hədiyyə almaq üçün pərakəndə olaraq, həmçinin də satışını etmək üçün fürsətlə istifadə edə bilər. Yəni, əlavə olaraq həmən qablaşmalı qutular və hədiyyəlik çanta üzərində verilir. Və 2 ildə qarantiyası var. Bu vitrində isə gördükləriniz Çinin marka məhsullarıdır ki, buradan da yenə fərqli qiymətlərlə saat çeşidləri mövcuddur. Ümumi olaraq 20 manatdan başlayır, fərqli modelə görə qiymət dəyişir. Həmçinin burada belə taxta modellər və qadın qol saatlarımız var ki, onlar orqanikdirlər, allergiya reaksiya vermirlər. Yəni tam allergiyası olanlar üçün yaxşıdır. Bir neçə modeli var ki, xanım qeyd etdiyi kimi, kiminsə əgər dəmirə qarşı və sair allergik reaksiyalar verirsə, rahat şəkildə alıb istifadə edə bilər. Qadınlar üçün orqanik saatlarımız da buradadır. Xanımlar üçün olan modellərsə, baxın, taxta modeli budur. Daha sonra yenə irəliyə gedək. Bilmirəm, izləyicilərə ən çox sadə modellər, yoxsa premium klasslar, hansılar daha çox maraqlı olar? Premium klasslar qiymət olaraq biraz daha yuxarıdır. 50, 60, 70, 100 və s. üzü yuxarı dəyişir. Amma sadə klasslar, A klasslar və digər sim brendləri isə daha uyğun qiymətə alıb satışını edə bilərsiniz. Patek Philippe'in belə sadə, daha ucuz variantı olan çeşidi də var. Daha sonra burada xanımlar üçün olan fərqli dəmirli qol saatları çeşidləri var. Xanımlar üçün olan dəmirli qol saatları isə ən ucuzu neçədən başlayırdı? Ən ucuz xanımlar üçün olan dəmirli qol saatları bu mağazada, bu toplantıda 4 manatdan başlayır. Yenə də markaya görə qiymət dəyişəcək. Daha sonra burada nə var? Burada Omega modelləridir. Omega'nın premium klass modelləridir. Bunlar da sizə uzaqdan sadəcə göstərə bilirik. Burada qaldı, buranı demədik. Burada da Rolex modelləridir ki, yenə də yaxından özünüz gəlib seçimini edə bilərsiniz, bəyəndiyinizi. Burada da fərqli Hublot modelləri də yenə var. Rolex modeli var. Burada Cartier modelləridir. Cartier markasına bir çox modellər var. Xanım və bəylər üçün olan. Burada Patek Philippe'in də belə maraqlı bir modeli var. Mənim də çox xoşuma gəldi. Burada nələrimiz? Rado markasının bəylər üçün və xanımlar üçün, yoxsa ancaq xanımlar üçündür? Bəylər üçün də olan. Bəylər və xanımlar üçün olan markalardır. Bunlar bilmirəm bloka düşər yoxsa yox, uzaqdan görsədə. Materiallı Rado qadın saatı. Keramika materialıdır. Hamısı həm bəylər üçün olan, həm də xanımlar üçün olan. Onlar da orqanikdirlər, allergiyaya reaksiya vermirlər. Radonun daha fərqli modelləri burada yenə sərgilənib. Qaşla olan, Swarovski-ilə olan çeşidlər də var, sadə qaşla olan çeşidlər də var. Daha sonra yenə gəlir burada Casio'nun modelləri var. Casio'nun fərqli həm bəylər üçün, xanımlar üçün də olan Casio var modelləri. Cütlüklər üçün olan Casio'lar filan. Onu da soruşurlar ara bir. Həm bəy, həm xanım eyni marka, eyni model. Həcminə görə dəyişir bəylər üçün, kiçiklər xanımlar üçün. Bunlar isə Daniel Powter modelləridir.
həm xanımlar üçün olan ilan modeli fərqli. Burada da fərqli remenli və dəmirli olan çeşidləri yer alıb. Qaşıq da odur, Rolex var, Cartier var. Daha sonra baxın belə maraqlı, fərqli ekskluziv modellər də var ki, yalnız bu mağazadan əldə edə bilərsiniz. 3 rəngdə gəlib, 4 rəngdə gəlib. İçi bardovu, içi ağ, içi qızılı, içi qara rəngdə. 4 çeşidi var. Hal-hazırda əlimdəki bardovu. Ümumilikdə demək 4000-dən çeşid dəqiqləşdirdik. 4000 üzəri çeşid mağazada saat çeşidləri var ki, yenə də öz büdcənizə, öz regionunuzda satışını həyata keçirmək üçün olan uyğun gələn modellər seçib alışını edib daha sonra satışını həyata keçirə bilərsiniz. Növbəti vitrində isə yalnız buradakı xanımlar üçün olan dəmirli qol saatlarıdır. Burada da yenə fərqli modellər var. Qiymət olaraq isə minimumları olaraq dəmirlilər 5 manatdan başlayır, dəyişir. Qaşlı model, nə bilim sadə, remenli və s. Burada da A-klas xanımlar üçün olan demək hansısa Rolex-lərin A-klaslarıdır. Uzaqdan zəhmət olmasa göstərək. Fərqli yenə də içilik rəngi ilə fərqli modelləri burada yer alıb. Burada var, yoxsa yox. Hə, burada da ilanlı qol saatları Michel Kors, Dior var, Chanel var. Fərqli xanımlar üçün olan modellərdir. Növbəti A-klas olan Tiffany. Hə. Tiffany qolbaq saatıdır. Bunu da bilmirəm. Bu da marka sayılır. Uzaqdan görsə də yoxsa demək Tiffany'nin qolbağıdır. Bu da saat modelidir. Burada da fərqli içliyi fərqli olan mavi, ağ, göy, yaşıl, bardov və s. kimi rəngləri var. A-klaslar da ümumi olaraq 27, 28, 25 bu civarda fərqlənir. Burada da demək bəylər üçün olan fərqli yenə model qol saatlarıdır. Burada da yenə fərqli qiymətlər var. Qeyd etdiyim kimi qiymətləri hansısa modeli görərsinizsə, bəyənirsinizsə, şəklini skrin edib göndərə bilərsiniz və yaxud da WhatsApp qrupa qoşulub qrupdan izləyə bilərsiniz. Burada da yenə fərqli markadır bu da. Yeki firmasının fərqli xanımlar üçün olan A-klas saatlardır. Burada varmı? Yoxdur. Burada da xanımlar üçün. Xanımlar üçün daha çoxdur model, yoxsa bəylər üçün? Yoxsa xanımlar üçün. Xanımlar üçün olan mağazada modellər xanımlar üçün daha çoxdur. Xanımlar sevir. Yəqin ki, ona görə xanımları daha çox nəzərə alıblar. Burada xanımların remenli qol saatlarıdır artıq. Remenli qol saatları qeyd etdiyimiz kimi başlayırdı 3 manatdan. Üzü yuxarı dəyişir. Fərqli yüzlərlə model var. Burada da var. Digər tərəflərdə də var. Daha sonra burada xanımlar üçün fərqli, dəmirli, belə maraqlı qol saatlarıdır. Bəylər üçün olan fərqli burada remenli qol saatları var. Orta hissədə isə burada fərqli qol saatlarını görmüş olursunuz ki, elektron qol saatları var. Burada yenə dəmirli daha ucuzlu qol saatları var. Burada dəmirli daha aşağı büdcəyə olan modellər var. İrəlidə də həmçinin modellər var. Kimlər ki saat işi görür, çatdırılmamız var, düzdürmü? Bölgələrə topdan alış zamanı çatdırılma olunur sizin bölgəyə işləyən yük maşınları vasitəsilə. Şəhər daxili isə digərlərində olduğu kimi burada da çatdırılma yoxdur. Gəlib mağazadan yerində baxıb alışını edə bilərsiniz. Onlayn satışında məşğulsunuzsa yenə bu mağazadan rahatlıqla əməkdaşlıq edə bilərsiniz. Qrupuna qoşulub, izləyib məhsulları gəlib sonra yerində alışını edə bilərsiniz. Bununla bağlı çox müraciətlər olurdu. Ümid edirəm ki, kimlər ki izləyirdi, bunlara çox fayda vermiş olar. Son olaraq isə yeni gələn Cartier qolbaq saatlarını təqdim etmək istəyirik ki, fərqli gördüyünüz kimi modelləri var. Qaşlı, gümüşü rəng, qızılı rəng. Bunlar da uyğun qiymətlərlə yenə bu mağazadan əldə edib satışını həyata keçirə bilərsiniz. Həmçinin də hədiyyəlik və s. kimi də məqsədindən də alışlar edə bilərsiniz. İkinci hissə isə qeyd etdiyim öncədə gümüş hissəsidir ki, qısa olaraq gümüşdən də sizə ümumi məlumatlar verib. Yenə də gümüşün də qrupu var. Kimlər ki gümüş satışı da edib, əlavə olaraq həmən qeyd etdiyimiz əlaqə nömrəsinə yazmaqla gümüş qrupuna da qoşula bilər. Gəlin inşallah başdan başlayıb ümumi olaraq qısa olaraq göstərək, daha sonra yekunlaşdıraq.
Mağazanın sağ tərəfindən başlayaraq isə artıq gümüş vitrinlərdir divar boyunca. Buradan başlayaq elə ilkin olaraq sepləri görürsünüz və qolbaq çeşidlərini burada sərgilənib ki, ümumi olaraq gümüş haqqında məlumat verək ki, gümüşlər həm pərakəndə, həm topdan alış zamanı çəki ilə qrama vurularaq satışını həyata keçirilir və siz də eyni qaydada alışını edə bilərsiniz. Və burada da yenə də həm qolbaq, həm bilərzik, həm boyunbağı, sırğa, üzük, aksesuarlara aid hər bir şey var. Çeşid olaraq bütün bildiyiniz çeşidlərinin gümüşləri də bu mağazada var. Həmçinin öncə göstərdiyimiz saat modellərinin də burada eyni qaydada gümüş, tam gümüş olan, remenli gümüş olan modelləri, həmçinin digər fərqli irəlidə inşallah nümunə olaraq bir neçəsini sizə göstərəcək ki, saatlar da yenə gümüş saatlar da bu toptancı mağazadan rahatlıqla əldə edə bilərsiniz. Burada sərgilənib hər bir haqqında qısa-qısa deyək. Bunlar nədir? Tək rəng gümüş. Tək rəng komplektlər. Düzmü? Dəstələrdir. Baxın, qəşəng, gözəl, maraqlı, fərqli modellər çoxdur. Xırda aksesuardır ki, bir-bir göstərib daha çox vaxtınızı almaq istəmirik. Onun üçün kimlər ki satışını edir, alışını edir, rahat şəkildə gəlib alışını edir. İkinci hissədə burada olan rəngli sarı rəng gümüş. Sarı gümüşdür. Hə, qızıla bənzər, yəni qızıl gümüşü, sarı gümüşlərdir ki və fərqli qaşlarla, rəngbərəng qaşlarla bəzədilib. Aşağıda isə burada bax bunları göstərmək istədim. Modellərdir, nostalji yaradan retro modellər. Qiymət olaraq da yenə pərakəndə qiymətləri üzərində olan, üzərində bəziləri qiymətləri qeyd olunub. Nümunə olaraq məsəl üçün bu saat 170 manatdır pərakəndə satışı. Yenə də çəkisinə görə qiymət dəyişir. Növbəti vitrinimizdə burada da yenə dəstlərdir. Fərqli daşlarla olan, rəngli daşlarla olan modellərdir. Burada da qolbaq modelləridir. Daha həcmli olan, ağır və həcmli olan qolbaq çeşidlərdir ki, burada da 100, 70, 90 və 140 və s. qiymətlərdə dəyişir. Yəni gümüş olduğunuzu nəzərinizdə də saxlayasınız. Burada da aşağıda fərqli modellərdir ki, gümüş modelləri, üzük modellərdir, bəylər üçün və xanımlar üçün olan modellər. Burada da bir fərqli yenə də dəstələrin gümüş komplektlər. Qara və yaşıl rəngləri ilə əks olunub. Qara və yaşıl. Həm üzük, həm sırğa, həmçinin də klon modelləri. Yüzlərlə fərqli çeşidlər var. Yenə satışını edənlər, alışını edənlər daha hər dəfə tövsiyə edirik ki, mağazaya ən azından bir dəfə gəlib ümumi olaraq modellərlə birə-bir real olaraq tanış olsunlar. Daha sonra mağazaya gəlmədən belə sifarişini edə bilərlər bölgədə yaşayanlar və s. Üzük çeşidlərinin bir qismini yaxından sizə göstərməyə çalışacağım. Yenə də burada fərqli qaşlarla işləməli modellər var. Həm qaşlarla, həm də sadə tək qaşsız modellər də mağazada mövcuddur. Qarşıdan 8 mart gəlir. Xanımlar üçün hədiyyə satışı edən gümüş və yaxud da digər mağazalarda bu toptancı ilə rahat şəkildə əməkdaşlıq edə biləcək. Burada isə fərqli qolbaq modelləri var. Yenə bəylər üçün olan həcmli və daha sadə, incə modellərini də buradan əldə edə bilərsiniz. Həmçinin komplektlərdən savaya qeyd etdiyimiz kimi sırğa çeşidlərinin tək sırğa çeşidləri modellərdə həddən artıq var. Daha sonra tək üzük modelləri var, tək klon modelləri var. Fərqli mağazada çeşidlər var ki, büdcənizə uyğun olanını və yaxud da müştərinizə təklif daha çox tələbatı olan modelləri, çeşidləri rahatlıqla alıb satışını həyata keçirə bilərsiniz. Bugünkü videomuzda bu qədər dostlar. Yenə də təkrar olaraq yekunlaşdırmaq istəyirəm və ümumiləşdirərək buradan siz həm sport, su keçirmə saatları, kəmərli saatlar, dəmir kəmərli saatlar, həmçinin gümüş çeşidlərini bu toptancı mağazadan alışını edə bilərsiniz. Qarşıdan hədiyyəli satırsınızsa, qarşıdan hədiyyəliklərin satılan bol aylar gəlir ki, hədiyyəliklər daha çox satılır. Yenə də əgər hədiyyəlik çeşidlərini əldə etməmişsinizsə, bu mağazaya gəlib çeşidlərlə tanış olub,
Buradan da öz seçimlərinizi edə bilərsiniz. Mağaza yerləşir Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 7, mağaza 24. Sual və sifarişiniz olarsa hər hansı bir məhsullarla bağlı qeyd etdiyimiz əlaqə nömrələri ilə əlaqə saxlayıb rahat şəkildə əməkdaşlıq edə bilərsiniz. Fəridə xanım sizə bununla bağlı hər cür dəstək verəcək. Şəklin göndərilməsi ilə bağlı, qiymətlərin deyilməsi ilə bağlı və s. Ümid edirik ki, kimlər ki WhatsApp qrup istəmişdə, ələxüsus həddən çox bizdə yazırdılar bununla bağlı, qrupla bağlı qrup istəyənlər, axtaranlar. Bu toplantısı sizin üçün çox əlverişli olacaq ki, əməkdaşlıq eləyəsiniz. Bu qədər dostlar, ətrafınızda hədiyyəli satan və yaxud da qrup axtaran, saatla bağlı, gümüşlə bağlı istəyənlər olubsa da, varsa da bu videonu da həmin şəxslərlə bölüşməyi unutmayın. Kanala abunə deyilsinizsə, abunə olun ki, növbəti toplantılarda görüb yararlana biləsiniz. İzlədiyiniz üçün təşəkkürlər.